Arkadaşlar çok maraqlı bir nüansdır hal-hazırda. McDonald's-da, yəni burada TKV-də gözləyirəm. Bir qardaş o belə, o da növbədədir. Nəsə almağı gözləyir. Çox maraqlı bir anın şahidi oluram. Keçmiş zamandan müasir zamanın miksidir. Vəhdət təşkil edirlər. Olsun görək qardaş. Acımışam bir daha McDonald's-a girim. Nahara eləyək Zülcanatla. Salamünaleyküm xanım. Menüyə baxa bilərik? Evet. Sipariş götürebilirler belə. Niyə? Maşınla ancaq götürürük. Ya bu da nəqliyyat vasitəsidir. Mənə nəqliyyat vasitəmdir. Necə? Salam bey. Aleyküm salam. Qardaşım beləncə alınmayacaq. Niyə? Səbəb nədir? Kimsə bağlı. Bura ancaq maşının içində. Yəni motosikletlə gəlsəm olmur necə? Yoxsa sadəcə Motosikletlə olar. Amma ki belə atlanacaq. ya fərqi nədir? Yəni burada yəni demək istədiyim çətinliyi nədir? Onu soruşmaq. Biz gedəcəm o heç. Ayca. Deyirəm fərqi nədir? Çətinliyimiz nədir? Fərqi odur ki, müdiriyyət icazə vermir, ancaq maşın yol üçün nəzərdə tutulur. Bağlaya bilirsənsə qırağa bağla, gəl içəridən sifariş ver. Yo, mən burada mənim belə rahat idi ona görə. Başa düşdüm amma yəni ancaq maşınla əldə edirəm. Mən də istəməzdim, amma müdiriyyətlə danışıram. Evet, oldu. Zili. Neyse, McDonald's'da bizə yemək vermədilər. Qəbul eləmədi atma. Deyir ancaq maşınla gəlməlisən.